sədaqətli insanıdır. Etibarlı adam olduğunu hayatının mənası hesab elədiyi Muğama ilk gençlik illerinden ömrünün sonuna dek sadiqliyi ilə subut etdi. Xanəndə atasından ve ustadlarından Muğamın saflığını korumaq dərslərini almış Canəli Əkbərov bu öğütlere daim dəqiqliklə əməl etməklə yanaşı, həmin ibrətləri yeni yetmələrə də aşıladı. On iller geçecek, 100 iller değişecek. Muasirimiz olmuş Canəli Əkbərovun oxuları yeni nesillerin yaşayacağı sabahlara da çatacak. İndi olduğu kimi uzak sabahlarda da bu yadigarlara müntəxabat, örnek kimi bakacaklar. Bu ülgülerden öğrenecekler. Səs yazma kəşflərinin hələ gələcəkdə olduğu keçmiş əsrlərdən üzü bəri ağızdan ağıza, dildən dilə, barmaqdan barmağa, yaddaşdan yaddaşa ötürülə indiyədək salamat gəlib çatıbsa, bunun səbəbkarları elə Canəli Əkbərov kimi Muğamın təmizliyini, duruluğunu qoruyub saxlamağı bacarmış insanlar Muğama, el musiqimizə sədaqətli şəxsiyyətlər olub. Canəli Əkbərov el adamıydı. Daim xalq içərisindəydi. Oxuduğu muğamında səliqəli olmağı, həmişə nizamı, sahmanı hifz etməyi bacardığı kimi, insani münasibətlərində də eyni meyarlara daim riayət eləyirdi. Sənətkardan ötürü bütöv millət elə doğma ailəsi deməkdir. Ancaq sən bu böyük ailənin layiqli övladı olmaq üçün gərək əvvəlcə öz balaca ailənin, əslinin, şəcərənin içərisində nümunəvi olmağı bacarasan. Canəli Əkbərov hələ yeniyetmə yaşlarından ailənin də, nəslin də sevimlilərindən olmuşdu. Yaşa doldu, sənət aləmində şöhrətləndi, ailənin də, nəslinin də iftixarına çevrildi.